Allah Azza və Cəllənin bizə nemətlərinin sayı hesabı yoxdur. Sayı hesabı yoxdur. Və in ta'udu ni'mətallah la tuhsuha. Əgər deyir Allahın nemətlərini saymağa başlasanız, onu sayıb qurtara bilməzsiniz. Sayın görün, sayıb qurtara bilərsiniz. Vallahi billahi sayıb qurtarmaq mümkün deyil. Sayıb qurtarmaq mümkün deyil. Ona görə əziz qardaşlar, nemətlərə görə Allaha şükr etmək lazımdır. Və Həsən el-Basri deyir ki, iki nemət var ki, çox insan onlara deyir, diqqət etmir. Onlara görə Allaha şükür etmir. Bu deyir, sağlamlıqdır, bir də boş vaxtdır. Sən boş vaxtın varsa, Allaha təşəkkür elə. Boş vaxt bir nemətdir. Sağlamlıq, xəstə deyilsənsə bir nemətdir. Vücudunda olan hər bir şey Allah Azza və Cəllənin sənə nemətidir. Bu nemətlərə görə Allah Azza və Cəlləyə təşəkkür et və həmd et. Allah Azza və Cəllə sənə olan nemətini daha da artırsın. Sənə verilən hər bir nemət o şükürlə zamanətdə olur. Burada əziz qardaşlar, həmçinin hidayət neməti də var. Ən böyük nemət var. Hidayət neməti var. Allah Azza və Cəllə sənə iman verib, sənə belə deyək, səni müsəlman eləyib, sənə ən şərəfli peyğəmbər göndərib, sənə Quran göndərib. Bu da bir nemətdir. Bu nemətin qarşılığını da Allah Azza və Cəlləyə verməlisən. Bu nemətə görə Allah Azza və Cəlləyə təşəkkür eləməlisən. Əgər təşəkkür eləməsən, Allah Azza və Cəllənin sənə olan neməti azalacaqdır.